Kərbəlada bəzi insanlar İmam Hüseyn qədər məşhur oldular. Yəni Həbib ibn Məzahir İmam Hüseyn qədər gəlir. Məqamını ki demirəm də, yəqin başa düşürsüz nə demək istəyirəm. Bəzi insanlar bizim başa düşməyəcəyimiz qədər böyük məqama çatdılar. İmam Hüseynin yanındakı şəhidlər, adi insanlar, Bəni Haşimdən olmayanlar. Onların əvvəlində heç nələri yoxdur ki, adi insandılar. Amma onlar bilirsiniz nəyi bilirdilər? Bilirdilər ki, imam bir addım atır, imamın atdığı addım hikmətlidir. İmama baş qoşmuşdular. İmama baş qoşmaq, imama diqqət eləmək, imamın hədəfi üçün çalışmaq onları o vəziyyətə gətirdi. Mən bugün bəzilərinin hisslərindən danışacağam. Əməllərindən yox, əmələ gələndə hamı sözlərini şəhid elədilər. Bəziləri dəhşət hisslərini də bildirirdilər. Qəribə idi. Onlar layiqdilər ona. Kərbəla şəhidləri layiq olmasa Allah onları belə uzatmazdı. İmam Hüseyn buyurur ki, öz səhabələrimdən üstünün tanımıram. Deməli, İmam Hüseynin səhabələri də digər hüccətlərin, yar-ı ənsarından daha üstündür. İmam Hüseyn belə deyir. Niyə oldu belə? Çünki İmam Hüseynin amalı da böyük idi. Ona görə də bugün biz Kərbəla ilə məşğul olsaq, ona görə bugün biz Kərbəlanı ciddiyyətə alsaq, ömrümüz bir başqa olar. Kərbəlada başqa həqiqətlər yatır. O qədər ali bir hədəfdir ki və ali bir hadisədir ki, onunla məşğul olmaq var ha. Bilmirəm, ona aid kitab yazasan, ona aid danışasan, ona aid mərsi oxuyasan, ona aid məclis qurasan, ona aid filmlərə baxasan, bilmirəm, hər nə. İnsanı məqamını qaldırır, ona aid eləyir ümumiyyətlə insanı. İnsanı ona aid eləyir. Ona görə də Kərbəla şəhidləri də Kərbəlada şəhid olanlar idi axı. Ona görə o əzəmətində idilər.